Nə qədər ki sağlamsan, nə qədər ki pulun var, nə qədər ki vəzifədəsən, sənin kiməsə ehtiyacının olmadığı bir anda, bir vaxtda, bir mərhələdə sən çox vaxt Allaha hesaba qatmadan yaşayırsan. Amma elə ki anlayırsan ki, bu dünya sənə də qalmayacaq. Elə ki anlayırsan ki, artıq sənin bu dünyadakı müddətin başa çatır. Artıq anlayırsan ki, sahib olduğun var dövlət, o hər kəsə yol göstərdiyin zəkan, sonra istənilən problemi həll etməyə qadir fiziki gücün artıq yoxdur və sənin işinə yaramır. Onda qeyri-ixtiyari olaraq insan əlini məchula uzadır. O məchulun adı Allahdır.